fobiyalarına qalib gəlmək istəyən insanlara xüsusilə səslənmək istəyirəm. Əgər sizdə də fobiyalar varsa və fobiyalar haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə, noyabr ayının 22-si saat 13:00-da Bakı Fairmont Hoteldə fobiyaların yaranma səbəbləri və aradan qaldırılması adlı nəzəri praktik təlim keçiriləcək. Buyurun, hər kəs dəvətlidir. Təlimçilər Kamilə Kazımova, klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Hipnoz Cəmiyyətinin The International Society for Hypnosis üzvü və psixoloq Fatimə Cəfərova, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi, psixologiya ixtisasının məzunudur. Təlimin sonunda sertifikatlar təqdim olunacaq. Təlimlər ödənişlidir. 050 471 1044 və WhatsApp üzərindən də yazmaq istəyənlər varsa buyurun. 055 487 84 84 əlaqə telefonudur. Müraciət eləyə bilərsiniz. Efirimiz davam edir. Nəzərinizə çatdırım. Studiyamızın qonağı Kamilə xanım Kazımovadır. Klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru. Xoş gördük sizi Kamilə xanım. Necəsiz? Çox sağ olun. Xoş gördük sizi. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Təklifimizi qəbul elədik. Sizin də ilk görüşümüzdür. Ümid edirəm ki, bunun davamı olacaq. İnşallah. Bugün çox mürəkkəb bir mövzu. Əslində, həqiqətən də bunu mövzu kimi müzakirə etmək elə tam yerinə düşər. İnsan olaraq insani hisslərimiz var. Əlbəttə, bunun normadan kənar müəyyən hallar yaşanılır ki, arxasınca həm fiziki simptomları, həm hətta psixoloji problemləri gətirir. Amma bunu ayırt edəcək müəyyən mütəxəssislər var. Normal saydığımız, bildiyimiz qorxu hissi var. Amma əslində, bunun mən deyərdim ki, qeyri-mütənasib formaları kimi fobiyalar da ortaya çıxır. Yaşımızdan asılı olmayaraq biz müəyyən fobik insana çevrilə bilərik. Mən çox istəyərdim ki, fobiya ilə qorxu arasında hansı fərqlər varsa, ümumiyyətlə fobiya nədir, qorxu nədir, kimlərə nələri məsləhət görürsünüz? Sizi dinləmək istəyərdim, səvə-səvə. Buyurun. Çox təşəkkür edirəm. Çox aktual bir mövzuya toxunmuşsunuz. Doğrudan da müasir dövrdə bu mövzu hər kəsi demək olar ki, maraqlandırır. Çünki araşdırıblar ki, fobik insanların sayı çox təəssüf ki, gün-gündən artır. Və hətta bu ümumi statistika deyil. Niyə? Çünki statistikaya hər kəs həkimə müraciət etmir deyə, ya boş şeydir deyə, ya bəlkə qorxu ilə qarışdırırlar deyə, çox da ona diqqət yetirilmədiyi üçün insanların müraciət sayı az olur. Fobiya əslində əsassız qorxu əsasında yaranır. Yəni, fobiyada qorxu deyilən bir məsələ böyüyür, şişirdilir sadəcə olaraq. Əslində, amma insanın qorxusu çox normaldır. Yəni, qorxu nədir? Qorxu təbii reaksiyadır. Qorxu biz anadan gəlmə, bizdə hər bir insanda özünü qorunma instinktidir. Yəni, hər kəs özünü qorumalıdır. Emosional reaksiyalar, normal. Bəli, normadır. Elə bir şeylər var ki, biz orada özümüzü qorumasaq, doğrudan da məhv ola bilərik. Və yaxud da ki, bizi hər hansı bir məntiqsiz bir davranışdan qoruyur. Tutaq ki, mən küçədə gedirəm, gecədir, fərzilə hansısa bir yerdən keçəcəm. Orada çoxlu itlər var və deyirlər ki, bunlar insanlara hücum edirlər. Yəni, kimlərəsə hücum edib. Mən deyirəm ki, ona heç nə edə bilməzlər. Və mən oradan keçirəm. Bu artıq məndə qorxu, deyirəm ki, qorxmuram və mən nəticədə hər hansı bir problemlə qarşılaşa bilərəm. Amma biri də var ki, mən it fobiyam var, deyirlər orada bir it var, heç bir təhlükəsi yoxdur və s. Mən deyirəm, yox, mən o küçəyə heç vaxt ayağımı basmaram. Bax, burada fikir veririksə əgər, mən çalışacağım biraz sadə dil də başa salım ki, insanlarımıza yəni aydın olsun. Ağla, məntiqə, ümumiyyətlə sübut olmayan. Bəli, bəli, eynən. Artıq fobiyada isə məntiq işləmir. Fobiyada məntiq gedir, ikinci tərəfə keçir. Mən düşünürəm və mənə elə gəlir ki, yox, o mənə nəsə edə bilər. Artıq məndə fobik davranış başlayır. Ona görə deyirik ki, fobiya əslində əsassız qorxudur və insan o qorxunu sadəcə şişirdir, patoloji bir vəziyyətə gətirib çıxarır. Mən düşünürəm ki, istər bu hadisə də ola bilər, vəziyyət də ola bilər, hər hansı bir obyekt də ola bilər, konkret olaraq hansı fobiyadır, insanı nə narahat edir, niyə narahat edir, nədən yaranır, hansı aspektdə yaranır, nə üçün biz bu fobiyaların içərisində bu qədər onlara baş əyirik. Yəni, ona görə də çalışmaq lazımdır ki, birinci növbədə fobiyanın, qorxunun mahiyyətini bilsin. Çox adam deyir ki, yox, bu sadəcə qorxudur, bu fobiya deyil ki, məndə bu narahatçılıq var. Onda mən sual verirəm ki, deyir ki, orada pişik varsa, mən oraya gedə bilmərəm, qəti şəkildə. Deyirəm, yaxşı, bu pişik sənə nə eləyəcək də?
Deyir ki, yox, mən bilmirəm nə edəcək, amma mən orada qala bilmərəm. Yəni test aparırsınız sanki. Bəli, elə soruşan kimi aydın olur da, insan var ki, deyir ki, mən 18 ildir mən pişik olan tərəfə getməmişəm. İndi gəlin baxaq, bu fobiyadır mı, qorxudurmu? Ona görə dediyimiz ki, bu əsası yoxdur, heç bir əsas yoxdur, məntiqə sıxmır, heç bir məntiqi yoxdur. Məntiq olmayan yerdə o davranışa mənfi təsir göstərir. Amma insana istər-istəməz təsir göstərir, insanda problemlər yaşadır, insanın sosial həyatını məhdudlaşdırır. Tutaq ki, agorafobiya var, mən küçəyə çıxa bilmərəm. Tək mən görəsən nə baş verər, necə ola bilər? Yəni zamanında çıxmışam, hər hansısa bir xarici mühit problemlərlə qarşılaşmışam deyə yaranır məndə bu, yoxsa ümumiyyətlə heç o mən küçədən keçməmişəm, pişiklə qarşılaşmamışam, fobiyanın formalaşmasını istəyərdim tam dərk eləyək. Fobiyanın yaranma səbəbləri çoxdur. Çünki orada var, irsi faktorlar var, bioloji faktorlar var, neyrokimyəvi faktorlar var, sosial faktorlar var, psixososial faktorlar var, psixoloji faktorlar var. Yəni burada o qədər faktorlar var ki, sizin dediyiniz kimi burada nədən yaranır? Və tutaq ki, Freud belə izah edirdi ki, hər bir fobiyanın yaranmasında mütləq insanın keçmişdə olan hər hansı bir travmaları da, hətta o deyir ki, yerini dəyişərək fobiyaya çevrilir. Əslində normada, tutaq ki, götürək hidrofobiya. Bax, elə qabağımızda su var. Hidrofobiya. Əslində su mənə heç nə etməyib, su ilə bağlı heç bir problemim yoxdur. Amma qorxu yaşamışam nə vaxtsa? Yox, yaşamamışam. Məhz suyun özündən bağlı yaşamamışam, Freudin aspektindən. Yəni, yanaşmalar fərqlidir də. Freud deyirdi ki, sadəcə olaraq kimdənsə qorxu köçürülür, mən sudan qorxuram. Ola bilər atadanmı, anadanmı, hər hansı bir yerini dəyişərək başqa bir qorxu ilə əvəz olunur. Əslində belə olanda biraz onu tapmaq da çətin olur. Və yaxud da ola bilər ki, doğrudan da küçədə hər hansı bir hadisə baş verib, ona narahatçılıq yaranıb, ondan sonra artıq bunda bir qorxu yaranıb. Sadəcə qorxu keçib səviyyəsini. Qorxu keçibsə, artıq fobiyaya çevrilibsə, qorxu gündəliyi aşırsa, tutaq ki, mən sadəcə qorxuram, sonra yavaş-yavaş görürəm ki, narahat oluram, mən bunu deyəndə artıq həyəcan mənə gəlir, başlayıram əsməyə, istər psixoloji, istər fiziki simptomlar, mən tutaq ki, başım gicəllənir, həyəcan gəlir mənə, soyuq tər məni basır, əllərim əsir, qışlarım keyləşir, nəfəsim daralır, udmam çətinləşir, ürəyim bulanır, yəni görün, hətta təzyiq düşə bilər. Yəni bunlar var. Burada bir də bir məsələni biz aydınlaşdıraq ki, fobiyada insan nəyə aydınlaşdırmaq? Konkret obyektdə bizim vəziyyətimiz gərginləşir. Konkret obyekt yoxdursa, bizdə heç bir vəziyyət gərginləşməyəcək. Tutaq ki, mənim lift fobiyam var. Mən əgər lift yoxdursa, çox rahatam. Gəlirik, deyirlər ki, bu tutaq ki, 15-ci mərtəbəyə qalxmaq lazımdır. Gəlmişəm studiyaya, deyirlər ki, bu studiyaya sən qalxmazsan 15-ci mərtəbəyə. Mənim lift fobiyam var. Burada məsələ başlayır gərginləşməyə. Hətta mən sizə zəng vura bilərəm ki, İlhami xanım, mən gələ bilmədim. Çünki bəli, o liftə minə bilməz, qeyri-mümkündür. Həmin anda, əgər onda lift fobiyası çox güclüdürsə, klaustrofobiyadır da, bəli, qapalı məkan fobiyası, güclüdürsə, o heç vaxt qalxa bilməz 15-ci mərtəbəyə. Onun içəri girdiyilə vəziyyəti pisləşə bilər. Hətta mən indi istəmirəm negativ danışım, çox pis nəticə də ola bilər orada. Ölüm. Yəni, ürəyə gedə bilər, huşunu itirə bilər. Bax, adicə liftin özü də, tutaq ki, məndə sizin qeyd etdiyiniz kimi heç bir lift fobiyası yox idi, çox rahat idim. Hətta bəzən mən fikir vermişəm, hansısa bir başqa fobiyası olan adam, o birisi fobiyası olan adama deyir ki, ondan da adam qorxar, o nə olan bir şeydir ki də. Amma sonra məlumat özündə də hansısa bir fobiya var. Liftə minmişəm, işıq sönüb, liftə qalmışam, saatlarla qalmışam. Elə bizdə olmuşdu, bizim tələbələrimiz arasında elə. Liftə qalmışam və mən ondan sonra fikirləşim, yox, mən liftə minə bilmərəm. Yəni, mən tək liftə, bəzi adam var ki, biraz azdır, tutaq ki, liftə tək minə bilmir. Kimsə yanında olanda sanki qrupun, qrup var deyə buna heç nə olmayacaq, tək heç vaxt minə bilmir. Dediyimiz kimi, yuxarı mərtəbələri qalxın, piyada qalxır, hətta bunun ikinci bir problemi yaranır. Nə yaranır? Tutaq ki, məndə sizin dediyiniz kimi ürək damar problemi var və mən pilləkənləri qalxa bilmərəm, yəni olmaz da. Və mən baxıram ki, 9-cu mərtəbəyə qalxacam. Məcburam nəyi seçəcəm? Lift yoxsa piyada qalxmalıyam və sonra da mən bu birisi tərəfdən problem yaradır və sonra da yenə də həmin məsələlər təkrar ola bilər. Ona görə də həmişə birinci növbədə nədən yarandığını biz tapmalıyıq. Dediyimiz kimi, Freudin aspekti belədir. Hətta təcrübələr aparıblar ki, bunu yaradırlar da.
yaradanın biri də ailədir. Mən elə birinci ailəni deyim. Niyə ailəni deyirəm? Çünki küçüyə çıxmayın. İt var. Artıq beynimdə it bir qorxulu bir obyektə çevrildi. Pişik adamı cırır. Pişik mənim üçün qorxulu bir obyektə çevrildi. Təbii ki, ilandan hər kəs qorxa bilər də, normal bir şəkil. Amma ilanın böyük bir qorxusunu yaradar, ilanın şəklinə belə baxa bilmir. Amma ehtiyacımız olan hisslərdir bütün bunlar. Bəli, çox vacib. İlan da görə bilərik. Hər şey, əlbəttə ki, həyatda hər şey ola bilər. Hər bir şeylə rastlaşa bilər. Arxamızca. Bəli, fobiyaların sayı hesabı yoxdur dediyimiz kimi. O təsir ola bilər, hansı təsir olsun. Araşdırıblar ki, uşağı balaca sıçanla oynayanda təcrübə aparıblar. Və bir başqa səslər çıxarıblar. Sonra Albert adlı bir uşaq olub. Sonra bu uşaq artıq ağ olan hər şeydən qorxmağa başlayıb. Hətta Şaxta babanı uşaqlar sevir. Bilirik də bunu. Hətta Şaxta babadan belə uşaq qorxmağa başlayıb. Baxıblar ki, doğrudan da yarada bilirlər. Hər hansı bir fobiyanı yaradaraq da kimdəsə bunu artıq ortaya gəlir ki, bu insanda hər hansı bir fobiya var. Ona görə də, məsələn, dənizə gedən bir uşaq və yaxud da ki, böyük bir adam hansısa bir dənizdə su ilə bağlı problem yaşadı. Artıq bunda ikili fobiya yaranacaq. Həm dərinlik qorxusu, həm də yaranacaq su fobiyası yaranacaq. Çünki o fikirləşəcək ki, mən ora düşməsəydim, bu hadisəni yaşayamazdım yəqin ki, artıq o dənizə getməyəcək. İndi fikir verin. Hər halda dəniz insan üçün bir gözəllikdir də, düzdürmü? Bir tələbatdır, bir gözəllikdir. İnsan bundan uzaqlaşdı. Çünki mən nəyi bildirmək istəyirəm? İnsanlarımız bunu bilsinlər ki, fobiyaların hansı fobiyadan asılı olmayaraq, hər bir fobiya hansısa bir sahədə insanın həyatını məhdudlaşdırır. İnsanın həyatına zərər verir. Həyat keyfiyyətini də aşağı salır. Bəli, mənəvi keyfiyyətlərini, yəni onun rahatlığını əlindən alır da sözün əsl mənasında. Mən düşünürəm ki, yay vaxtı tutaq, gedirəm restoranlara, harasa açıq havada hamı oturur, şənlənir və mən burada oturam, buradan pişik çıxar. Mənim bütün diqqətim oradadır. Və kimsə, hətta mən çox danışdırıram bu insanlara, deyirlər ki, kimsə dayanır, mən orada yeməyimi yeyib qutarıram, o pişiyə nəzarət olunur və sonra biz durub gəlirik. İndi təsəvvür edin, bu istirahət mi oldu? Nəinki özünü, onun yanında olan insanları da narahat edir. Toyuqdan qorxan insanlar var. Milçəkdən. Bizim bir rejissorumuz var idi, adını çəkməyəcəm. Milçək uçanda qaçırdı, studiyanı tərk edirdi. Bəli. Həşarət fobiyası da ümumiyyətlə çox yayılmış, yəni fobiyalardandır. Həşarətlər də ki, bilirsiniz də, hər yerdə yayda tutaq istirahətə getdin. Amma heç bir məntiqə sığmır, heç bir ağla sığmır. İrasional Bəli, tamamilə düz vurğuluyorsunuz. Fobiya heç bir məntiq yoxdur burada. Məntiq işləyə bilmir. Yoxdur nə mənada? Yəni insanlar düz başa düşür. O anda ifraz olunur mu o sırada? Bəli, mütləq. Elə o da insanlara... Amma refleksi güclənməlidir o sırada. Yox, əksini qorxunu gücləndirir. Məsələ burasındadır. Qorxu artır da. Biz necə, bax, belə deyək də, fobiyası olan insanlarda o obyektdən qaçmağa çalışır. Dediyimiz kimi, fərz edək, lift fobiyasıdır. Liftə yaxınlaşır, deyir ki, həkki, bəlkə girə bilərəm. Yaxınlaşanda artıq onda həyəcan gəlir, axı, narahatçılıq başlayır, ürək döyüntülər sürətlənməyə başlayır, gərginləşməyə başlayır, artıq liftə yaxın gedə bilmir. Və yaxud da ki, adi yuyunmaqdan qorxan insanlar var. Təsəvvür edin ki, necə bir dəhşətli bir şey. Elə bir güc gəlir ki, o stres hormonları səbəbilə. Yox, bəli. Məcbur belə eləyə bilməzsən. Yox, məcbur etsən. Bəzən insanlar, onu biz inşallah gələcəkdə terapiyalarında danışarıq, üzləşmə terapiyası, məruz qalma terapiyası. Amma məruz qalma terapiyası baxır, hansı mərhələdə getməlidir o? Yoxsa elə birdən-birə qətiyyən, mütləq şəkildə buna mütəxəssisə müraciət olunmalıdır ki, birinci mütəxəssis araşdırmalıdır, bunun ağırlıq dərəcəsi necədir? Bu yüngüldürmü, ağırdırmı, ortadırmı, hansı vəziyyətdədir və sonra ona insanın fərdi psixoloji xüsusiyyətlərindən asılı olaraq müəyyən terapiyalar tətbiq etməlidir. Hansı terapiya buna gedə bilər? Qeyd etdiyimiz kimi, uşaqlıq travmaları. Mən ən çox bunun da biraz üzərində dayanmaq istəyirəm. Çünki bu mənim çox yaralı yerimdir. Çox vacibdir. Uşaqlıqda uşaqlarımıza müəyyən travmaları verirlər.
tutaq ki, mən məşğul oluram, hər hansı aydınlaşdırmaq istəyirəm ki, uşaqlıqda sən nədən yaranıb da, baxaq görək varmı? Bəzən deyirlər ki, yox, uşaqlıqda heç nə olmayıb, fərz edək valideynlə danışırsan. Valideyn deyir ki, yox, onlar çox rahat böyüyüblər, çox yaxşı böyüyüblər, heç bir şey etməmişik. Amma sonra məlum olur ki, uşaqlıqda onların hansısa, dediyimiz kimi, hansı fobiyanı daşıyırsa, o fobiyanın bağlı ya dəhşətli dərəcədə qorxudulub uşaqlar. Ən çox, bilirsiniz necə, çölə çıxmayın, sizi aparacaqlar. Sizi evdən çölə qoyacağıq. Bax, fikir verək. Və yaxud da ki, uşaqları aşağılayırlar. Belə bir söz var, xalqın uşaqları. Sən bacarmazsan, sən bəli təqdim edə bilməzsən, sən nə bacarırsan ki, sən cəmiyyət qarşısında nə isə özünü təsdiq edəsən, sən heç də bilmirsən. Özgüvəni azar. Bəli, özgüvəni azalan hər bir uşaqda İnkişafın sonraki mərhələlərində nə yaranacaq? Sosial fobiya yaranacaq. Ünsiyyətdən qaçmağa başlayacaq. Mən ünsiyyət qura bilmərəm. Olmaqdan qaçacaq. Bəli, mən danışaram. Görəsən nə olar? Çünki sosial fobiyanın mərkəzində dayanan məsələlərdən biri görəsən başqası nə deyər? Görəsən mən danışaramsa necə olacaq? Bu nə danışacaqlar? Mən danışdığımı necə qəbul edəcəklər? Ona görə deyirlər qadınlarda daha çoxdur bu fobiya. Əslində, mən burada gender istiqamətində getməyəcəm, amma bir şey deyim ki, niyə qadınlarda çoxdur deyirlər? Sadəcə olaraq mən düşünürəm ki, bizim bəylərimiz, yəni bizdə fobiya olar. Heç xanımlar etiraf etmək istəmir. Bəli. Qəbul etmək ki, necə, yəni məndə fobiya var. Nə fobiya ola bilər ki? Mən qətiyyən bu mümkün olan bir şey deyil. Təbii ki də bu belə düşünə bilərlər. Qalib gələ bilər ümumiyyətlə bütün bu fobiyalara. Bəli, fobiyalara qalib gəlmək olur. Amma dediyim kimi, birinci araşdırılmalıdır. Nədir səbəbi? Bəzən o şuur altında yatır. Freydin dediyi kimi, onda o şuur altını araşdırmalıyıq ki, onu oradan çıxartmalıyıq şuur səviyyəsinə ki, sonra baxaq bu fobiyanı araşdıraq, ortaya çıxarlar. Yəni, mənim təcrübəmdə olub bunlar ki, görürsən, seanslar gedir, nələri aparırsan, amma hələ orada yatıb qalıb da, əsas səbəb yoxdur. Necə ki, hər hansı bir xəstəlikdə səbəbi bilmədən nəticə rahat almaq olurmu? Yox. Amma səbəb bilindikdən sonra artıq onu çox rahat bir şəkildə aradan qaldırmaq olur. Yəni, fobiyada da belədir ki, bunu biz bilməliyik, nədən yaranır? Bu fobiyanı yaradan səbəb nədir? Fobiyanı yaradan amil nədir? Var, fobiya bitib qutarıb, var ki, fobiyanı yaradan amil davam edir. Mən həmişə onu deyirəm ki, bitib qutaranı artıq rahat bir şəkildə oradan çıxardırsa, aradan qaldırırsan. Amma biri də var ki, hələ davam edir. Sən buradan qutarırsan, oradan gəlir. Ona görə də mütləq şəkildə onu araşdırma aparanda hər tərəfli araşdırma aparılmalıdır ki, nədir? Bəzən insan özü dərk etmir ki, bu onda fobiyaya gətirib çıxara bilər. Yəni, düşünmür də, deyir ki, filan şey nə olsun ki, mənə tutaq ki, evdə həmişə anam bacımı tərifləyərdi, mənə də deyərdi ki, bax görürsən bu necə yaxşı dərs oxuyur, görürsən bu necə çalışır və mən də fikirləşirdim ki, mən müəllimlərin qabağında dərs danışa bilmərəm, qəti şəkildə danışa bilmərəm və artıq dərs danışmırdım, çıxmırdım lövhəyə və s. Və bunda yavaş-yavaş özünü təsdiq etmə azalır, özünü aktuallaşdırma inkişaf edə bilmir. İnsan necə inkişaf edir? İnsan cəmiyyətdə inkişaf etməlidir. Cəmiyyətdə qarşılıqlı təsir. Erkən uşaqlıq dövründə, yetkinlik dövründə bunu valideyn bilməlidir. Əgər mənim inkişafda olan bir orqanizmam varsa, mən onu yetişdirirəmsə, hər tərəfli psixoloji da ona dəstək olmalı. Mütləq. Yəni, onun bilmədiyi o proqramı kompüterə yükləyən kimi lazımsız fantaziyalar, qorxular, fobiyalar yaratmaqla öz güvənini aşağı salıb uşaqlarınızda gələcəkdə elə inkişaf da buradan başlayır. Azərbaycan gözəl dediniz ki, erkən uşaqlıq dövründən başlayır. Uşaqların da qəbulu var, uşaqlarda araşdırırıq, şuuraltı və s. Nədən yaranır bu fobiya? İnkişaf edən orqanizmdə daha tez formalaşır da, belə deyək. Bəli, uşaq mənlik şuuru hələ formalaşır, 3 yaşda mənlik şuuru formalaşmağa başlayır da. Tutaq ki, uşağa nələrsə deyirlər, deyirlər ki, hələ uşaqdır, nə başa düşür? O başa düşməyən uşaqda, bax necə ki, o Albert adlı uşaqda bunu apardılar, gördülər ki, uşaqda artıq qorxular yarandı. Qəti şəkildə bu qorxular yarandı. Eləcə də uşaqda başqa qorxular yaranır. Uşağın yanında nə isə danışırlar. Hansısa tutaq ki, bir heyvandan olsun, fərqi yoxdur da. İstər dediyimiz kimi küçüyə tək çıxmaq olmaz. Qətiyyən. Artıq beynində qaldı ki, küçüyə tək çıxanda görəsən nə olar, nə baş verə bilər. Sən tək heç yerə gedə bilməzsən. Fikir verirsiniz, böyük oğlandır, baxırsan ki,
küçüyə çıxa bilmir. Artıq bunda bu fobiya şəklində çatıb. Özdə buna deyirsən ki, xüsusilə dediyim kimi oğlanlara deyəndə, deyir ki, bu yəni fobiyadır ki, bu yəni normal bir şey deyil. Bəlkə bu qorxu kimidir, deyirəm, yox. Xroniki hal alıb artıq. Bəli, çox sadə kimi qəbul edirlər. Amma dərk etməlidirlər ki, hər kəs o qorxu keçdisə də, real təhlükə, qorxuda real təhlükə var. Qorxuda məntiq var. Real təhlükədən mən burada özümü qorumalıyamsa, burada mən qaçmalıyam, mütləq şəkildə qaçmalıyam. Normal emosiyalar. Bəli, çox normaldır bu. Yəni qorxu emosiyasıdır, bu çox normaldır. Amma qorxu keçdisə sərhəddini, bu artıq keçir fobiyaya və dediyimiz kimi artıq məntiq orada azalmağa başlayır. Şuuraltı sanki səni idarə edir burada. Yəni qorxular daha da artır və sən özünü narahat hiss etməyə başlayırsan. Narahat hiss etdiyin yerdə deyə bilərlər ki, qorxuda da narahat hiss edirsən. Amma burada bir məsələ var da, fobiyada konkret olaraq obyekt yoxdursa, artıq sən sakitləşirsən. Düzdür, həddindən artıq dəhşət fobiya olanda hətta onun şəklinə belə baxa bilmir. Bir xanım var idi, məsələn, mənim bir klonum var idi. Deyirdi ki, mənimlə görüşəndə onu taxmayın. İlan şəkli var idi üstündə. Deyirdi ki, yox, xahiş edirəm. Təsəvvür edin, ona belə baxa bilmirdi o adam. Belə həddindən belə ağır vəziyyətdə olan insanlar var ki, uşaqlıqdan o vəziyyətdə böyüyürlər. Ortaq olaraq görsən, şəklinə belə baxa bilmirlər. O onları narahat edir. Və yaxud da ki, televizorda bir kino gedirsə, bir video gedirsə, o ona baxa bilməyəcək. O dərəcədə qorxudur da. Bu artıq fobiyanın, belə deyək də, pik nöqtəsidir. Ona görə çalışmaq lazım ki, hansı fobiyadır, nədən yaranıb, uşaqlıqdan yaranıb, öyrənmə nəticəsində də yaranıb, şuur altında yığılmış o negativ enerjilərindənmi sözün əsl mənasında yaranıb, hardan gəlib bu, necə gəlib, nədən biz bunu əldə etdik, bu fobiyanı və necə aradan qaldırmalıyıq, bunu həmişə düşünmək lazımdır. Bir insanda məhz uzun müddət stres altında olmaqla, uzun müddət xroniki, bax bu, istər xəstəlik, istərsə də hər hansı bir vəziyyət, təzyiq altında qalmaqla müxtəlif formada, növdə fobiyalar birlikdə görülə bilərmi? Yəni bir insanda həm sosial fobiya olsun, həm digər aqrofobiya və s. ola bilərmi? Bəli, tamamilə düz vuruladınız. Hər bir insanda birinci biz baxmalıyıq fərdi psixoloji xüsusiyyətlərə. İnsanın o fərqi yoxdur. Gender aspekti olsun, xanım olsun, bəy olsun, uşaq olsun, böyük olsun. Yaş həddinə baxmalıyıq. Hansı yaşdadır? Çünki var, tutaq 50 yaşında insan gəlir fobiya ilə müraciət edir. Var 15 yaşında, var 5 yaşında. Bunların fərqli-fərqli yəni, dövrləri var, inkişafı var. Bunlar nəzərə alınmalıdır. İnsanın dözümlük dərəcəsi nəzərə alınmalıdır. İnsanın iradəsi, yəni burada vacib rol oynayır həmçinin. İnsanın hadisəyə münasibəti nəzərə alınmalıdır və insana necə bunu təlqin ediblər, sözün belə əsl mənasında. O dediyiniz kimi, tutaq ki, insan xəstədir və burada insanda ölüm haqqında əgər qorxular varsa, bu daha artacaq. Ölüm fobiyasıdır. Bununla bağlı çox insanlar müraciət edir. Məhz ölüm fobiyası da çox olan fobiyalar sırasındadır ki, insanların müraciəti bununla bağlı çox, xüsusilə hər hansı bir xəstə olan insanlar. İnsan var deyir ki, mən həkimə getməyi ehtiyat edirəm, gedərəm mənə belə bir söz deyər, mən neyniyərəm orada? Yəni, baxırsan ki, bu adamda əsl xəstəliyin özü yox, o deyiləcək söz onda artıq indidən narahatçılıq yaradır. Hətta həkimi düşünəndə belə həyəcan gəlir, narahatçılıq olur, ürək döyüntüləri başlayır sürətlə artmağa. Yəni, narahatçılığı artır bu insanın. Demək ki, bunda bu konkret olaraq fobiya şəklindədir və niyədir, nədən yaranıb? Ola bilər ki, deyir ki, hə, irsi faktorda anam da mənim kimi xəstələndi, fikir verin. Artıq bunun o negativ təcrübə, keçmişdə olan negativ təcrübə bunun üçün sanki həyat yolunu aydınlaşdırır öz aləmində ki, hə, anamda da belə olubsa, məndə də eyni şeylər deyirlərsə, deməli ki, məndə də belə olacaq. Bir də pandemiya dövründən sonra da insanlarda biraz daha çox bu artdı. Xüsusilə obsessiv kompulsiv pozuntu fonunda, yəni fobiyalarda. Bəli, bu istiqamətdə... Panik atak əlamətlərinin də arxasınca gətirir. Bəli, onsuz da fobiyaların özündə panik atakın əlamətləri yaranır da. Sadəcə fərqli-fərqlidir də. Panikdə biz bilirik ki, yəni heç nədən yaranır. Amma fobiyada isə konkret obyekt varsa yaranır. Fobiya obyektsiz olmur. Hər bir halda ayırt etmək lazımdır. Bəli, mütləq şəkildə bunları hansıdır bilmək lazımdır. İnsan duyğularından, hisslərindən, yerli, yersiz, qorxular və s. Səbəbli, səbəbsiz bunu ayırt etmək lazımdır. Mütləq. Amma yenə də altta yatan səbəb nə olursa olsun qalib gələ bilərik. Bəli, gələ bilərik. Öhdəsindən gələ bilərik. Sadəcə
müraciət etmək tələb olunur. Mən təşəkkür edirəm. Siz də çox tez keçdiniz də var. Çox sağ olun. Doğrudan çox sürətli keçdi. Yəqin hamınızın aurasıdır. Fobiyalarına qalib gəlmək istəyən insanlara xüsusilə səslənmək istəyirəm. Əgər sizdə də fobiyalar varsa və fobiyalar haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə, noyabr ayının 22-si saat 13:00-da Bakı Fairmont Hoteldə fobiyaların yaranma səbəbləri və aradan qaldırılması adlı nəzəri praktik təlim keçiriləcək. Buyurun, hər kəs dəvətlidir. Təlimçilər Kamilə Kazımova, klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Hipnoz Cəmiyyətinin The International Society for Hypnosis üzvü və psixoloq Fatimə Cəfərova, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi, psixologiya ixtisasının məzunudur. Təlimin sonunda sertifikatlar təqdim olunacaq. Təlimlər ödənişlidir. 050 471 1044 və WhatsApp üzərindən də yazmaq istəyənlər varsa buyurun. 055 487 84 84 əlaqə telefonudur. Müraciət eləyə bilərsiniz.